Salam əziz 5-ci sinif şagirdləri. Biz deməli bugün sizlə isimləşmə və sifətləşmə haqqında olan çalışmaları yerinə yetirib qaydasında izahını verməyə çalışacağıq. Baxaq. 4-ün A-sında nə deyir? Qulaq asırıq uşaqlar hamımız. Deyir ki, dəqiqə. Bəli. Tox və ad sözləri hansı suala cavab verir? Aşağıda nümunə var uşaqlar, onun əsasında. Bu sözlər hansı nitq hissəsinə aiddir? Aşağıdakı cümlədə həmin sözlər hansı suala cavab verir? Deməli, tox və az sözü qıraqda hansı suala cavab verir? Məsələn, deyirəm ki, tox insan. Ay soğul, necə insan? Bu hansı nitq hissəsinin sualı oldu? Sifətin. Bəs ac, məsələn, ac insan. Necə insan? Yenə də sifət, düzdür? Deməli, tox və az sualı elə necə, nə cür, hansı sualından birinə cavab verir. Bu sözlər hansı nitq hissəsinə aid olur? Tox insan, ad insan. İnsan hansı nitq hissəsidir? İsim. Deməli, bunlar isimə aid olur. Aşağıdakı cümlədə həmin sözlər hansı suala cavab verir? Baxaq. Toxun acdan xəbəri yoxdur. Bax, kimin xəbəri yoxdur? Toxun. Kimdən xəbəri yoxdur? Acdan. Deməli, burada tox və ad sözləri kimdən sualına cavab verdi? İsmin sualına. Niyə ismin sualına cavab versin sifət? İsimləşəndə. Əslində, burada isim var imiş. Tox insanın, ad insandan xəbəri olmaz. İnsan sözləri düşüb, bu tox, ad sifətləri isimləşib. Bildik? Bax, insanın üzərindəki ın keçib toxa. Bax, tox insanın, ın, toxun. Ad insandan, dan, toxdan xəbəri olmaz. Belə, az və çox sözləri hansı suala cavab verir? Məsələn, az kitab, çox kitab nə qədər sualına cavab verir? Saydı. Bu sözlər hansı nitq hissəsinə aiddir? Az kitab, çox kitab. Kitab hansı nitq hissəsidir? İsim. Deməli, tox və az sözləri ismə aid olur. Aşağıdakı bir cümlədə həmin sözlər hansı suala cavab verir? Aza qane olmayan çoxdan olar. Bax, nəyə qane olmayan? Aza. Nədən olar? Çoxdan. Niyə burada az və çox sözləri ismin sualına cavab verir? Yenə də isimləşib çünki. Yəni, az mala qane olmayan çox maldan da qalar. Buradan mal sözləri düşüb aza, çoxdan kimi bu sözlər isimləşməyə başlayıb. İsimləşib daha doğrusu. Baxaq indi. Qaydada görək nə deyir? Qaydada deyir ki, uşaqlar, yadda saxla hissəsində. İsimləşmə nədir? Bəzən cümlələrdə sifətlər, sayılar, bir də feili sifətlər. İsim kimi işlənə bilər. İsim kimi işlənə bilmək elə isimləşmək deməkdir. Deməli, soruşsaq ki, uşaqlar, hansı nitq hissələri isimləşə bilir? Deyəcəksən, feili sifət, bir də say. Və isimləşib olar kim və nə sualına cavab verirlər. Sonra isimləşəndən sonra həmin o sifətlər, sayılar, feil sifətlər kimdən sualına cavab verir? Hal, mənsubiyyət, cəm şəkilçisi qəbul edir. Buna nə deyilir dilimizdə? İsimləşmə. Buna isimləşmə deyilir. Məsələn, deyirsən, pis olmasa yaxşının qədri bilinməz. Burada pis, nə, yaxşının, nəyin suallarını, ismin suallarına cavab verir. Amma pis və yaxşı sözləri əslində nədir? Sifət. Yəni, pis insan olmasa, necə insan olmasa, yaxşı insanın, necə insanın qədri bilinməz. Orada insan isimləri düşdüyünə görə pis və yaxşı sözləri isimləşib. Beşincilər yarışda qalib gəldi. Qalib gəldi kim? Beşincilər. Beşinci hansı nitq hissəsidir? Say. Niyə kim sualına cavab verir? Çünki isimləşib. Qabağındakı isim düşüb. Beşinci siniflər, beşinci adamlar ola bilər. Qalib gəldi. Burada adam ismi düşüb, keçib onun şəkilçiləri beşinci sayının üzərinə və isimləşib. Tələsən təndirə düşər. Təndirə düşər kim? Tələsən. Tələsən burada feili sifətdir. Feili sifətin sualı da necə, nə cür, hansıdır? Niyə bəs kim sualına cavab verir? Çünki isimləşib. Düzdür? Ona görə də kim sualına cavab verir. Bəli, belə sözlər ismin qrammatik xüsusiyyətini qəbul etsə də, sifət, say və feil sifət olaraq qalır. Yəni, sifət isimləşsə də, nitq hissəsi kimi sifətdir, isimləşməsə də.
Feili sifət isimləşəndə də, feili sifət isimləşməyəndə də. Say isimləşəndə də neticəsi kimi saydı isimləşməyəndə. Yəni, hər hansı bir neticəsi isimləşib deyə ona isim deməyəcək. O hansı neticəsi də elə olaraq da qalır. B-də deyir, cümlələrdə isimləşmiş sözləri müəyyən elə. Qurunun oduna yaş da yanar. Yanar nə? Yaş. Yaş hansı neticəsidir? Sifət. Deməli, burada, məsələn, cümlə beləymiş. Quru, deyək ki, insanın, quru və ya alovun oduna yaş, yox. Quru, məsələn, taxtanın oduna yaş taxtada yanar. Quru və yaş sözləri isimləşib, sifətləri isimləşib. Çoxları bu xəbəri səbirsizliklə gözləyir. Çoxları sifəti burada, çoxları. Sifəti nədir? Sayı bilə, bəli. Çoxları sayı, yəni çox hissələri, çox nə bilim miqdarları bu xəbəri səbirsizliklə gözləyir. Burada isim düşüb, çox sayı isimləşib. Növbəti oyunda sən qaralarla oynayacaqsan. Növbəti oyunda sən qaralarla. Qara rəngdə düzdür. Qara rənglərlə, qara nə bilim boyalarla, qara komandalarla, hər hansı bir şey. Burada deməli, qara sözündən sonra gələn isim düşüb və qara sifəti sifətləşib. Sülh milyonların arzusudur. Milyonların arzusudur. Bax, nəyin? Milyonların. Bəli, milyonların sayı burada isimləşib. Sonra igid ölər, adı qalar. Ölər kim? İgid. Burada əslində insan varmış qabağında. İgid insan, igid adam, igid əskər ölər, adı qalar. Necə əskər, necə adam, necə insan. Burada deməli, igid sifəti isimləşib. Bəli. Sonra C-də. Cümlədə isimləşmiş sifəti seçin və onların ismi aid qrammatik xüsusiyyətlərini müəyyən edin. Məsələn, nümunə kimi verib, igidin sözü. Kimin sualına cavab verir və in, yəli haşəlici qəbul edib. Biri dedi də bizə düzdür igidin sözün. Keçək 2-dən. İkinci mərhələdə cəsurlar müxtəlif sınaqlardan keçdilər. İkinci burada saydı sayılı olaraq da qalıb isimləşməyib. Cəsurlar amma cəsur sifətdir. Cəsur insanlar. Necə insanlar? Deməli, cəsur sifəti isimləşib. Hansı suala cavab verir? Cəsurlar. Kim? Sualına cavab verir və lar cəm şəkilçisi qəbul edib. Bəli. Sonra 3-də qocadan demək, cavandan eşitmək. Yenə qoca və cavan sifətləri isimləşib. Yəni qoca adamdan demək, cavan adamdan eşitmək. Deməli, qocadan cavandan sifətləri isimləşib. Kimdən sualına cavab verir. Kimdən və dan çıxışlıq hal şəkilçisi qəbul edib. Qocadan üzərindəki dan, cavandan üzərindəki dan hansı hal şəkilçisidir? Nə şəkilçisidir? Çıxışlıq hal şəkilçisi. Hamı qəhrəmanları alqışladı. Alqışladı. Hamı kim? Hamı. Baxın, kimi alqışladı? Qəhrəmanları. Burada qəhrəman sözü sifətdir. Əslində, hamı qəhrəman kimi? İnsanlara, bəli, qəhrəman insanları alqışladı. Burada insan ismi düşüb, qəhrəman sifəti isimləşib. Deməli, burada isimləşən qəhrəmanları sifətidir. Kimi sualına cavab verir. Sualı nədir? Kimi? Bunları bir-bir yazacaqsınız. Nə şəkilçisi qəbul edib? Lar şəkilçisi qəbul edib. Cəm. I şəkilçisi qəbul edib. Təsirli hal. Deməli, cəm və təsirli hal şəkilçisi qəbul edib. Tənbələ iş büyür, o sənə nağıl danışsın. Tənbələ, tənbəl adama, tənbəl insana iş büyür, o sənə nağıl danışsın. Düzdür Zəhra, burada insan, adam ismi düşüb və tənbəl sifəti yenə də nə olub? İsimləşib. Tənbələ, deməli, tənbələ sözü kimə sualına cavab verir? İsimləşib, sifətdir və yönlü hal şəkilçisi qəbul edib. A, yönlü hal şəkilçisi. Bayaq lövhədə danışırdıq onun haqqında. Düzdür? Keçək. Axırıncıya. Atalar sözlərində sifətləşməni isə dostlar, inşallah sabah keçəcəyik. Atalar sözlərində isimləşmiş feil sifətləri müəyyən edin. Aha.
atalar sözlərində isimləşmiş feil sifətlərin müəyyən eləyin deyir. Hə. İşləməyən dişləməz. Dişləməz kim? Adam. İşləməyən. İşləməyən hansı hissəsidir? Feili sifət, feil. Amma niyə kim sualına cavab verir? Çünki isimləşib. İşləməyən adam dişləməz. Burada adam ismi düşüb. İşləməyən feili sifəti isimləşib. Deməli, burada işləməyəndir. Cəfa çəkməyən səfa görməz. Görməz kim? Cəfa çəkməyən. Əslində bilmiş. Cəfa çəkməyən adam səfa görməz. Düzdür? İnsan, şəxs. Orada insan, şəxs ismi düşüb və çəkməyən feili sifəti isimləşib. Deməli, burada isimləşən feili sifəti hansıdır? Çəkməyən. Çox gəzən, gəzən. Çox bilər. Bilər kim? Gəzən, bəli. Əslində adam var. Gəzən adam çox bilər. Adam ismi düşüb. Gəzən nə olub? Gəzən feil sifəti isimləşib. Bəli. Burada deməli, işləməyəndə feil sifəti, çəkməyəndə, gəzəndə. İşləməyəndə kim sualına cavab verir? Çəkməyəndə gəzən sözüdür. İşləməyəndə isimləşən feil sifətdir, çəkməyəndə isimləşən feil sifətdir, gəzəndə. Həm deyim deyək. Xeyr, onlar sifətləşməyəkdir. Onlar da inşallah əziz beşincilər sabah izah edib sizinlə də paylaşacağıq. Bu qədər. Bu tipdə izahlarımızın, bütün dərslərimizin arzu olaraq gəlməyini istəyirsə, kanalımıza abunə olub, şərh yazıb dostlarınızla paylaşmağı unutmayın. Bu qədər. Özünüzə yaxşı baxın.